Salamlayıram sizi dəyərli müəllimlərimiz. Sertifikasiya müsahibə 2026 izahını sizə təqdim edirik. MIQ müsahibə üçün də effektiv hesab edilir. Birinci sualımız belədir. Alt standartı təlim nəticəsi kimi götürmək olarmı? Biz əvvəllər deyirdik ki, alt standartı təlim nəticəsi kimi götürmək olmaz. Qəti şəkildə deyirdik. Lakin kurikulum təkmilləşdirilməsi baş verdikdən sonra təkmilləşdirilmiş kurikuluma əsasən baxıb bunu özünüz də görə bilərsiniz ki, artıq bu keçən ildən icazə ilə təqdim edilir. Hansı ki, bizim artıq ixtiyarımız var ki, biz alt standartı təlim nəticəsi kimi götürək. Amma necə? Hansı hallarda? Yada saxlayın ki, müəllimlər, əgər alt standart bir dərs ərzində, yəni bir təlim ərzində reallaşdırıla bilirsə, ölçülə biləndirsə, nəticəni ifadə edirsə və hətta deyək ki, şagird üçün başa düşüləndirsə, anlaşılandırsa, nə asan, nə çətin deyilsə, müəyyən bir vaxt ərzində tam reallaşdırıla biləcəksə, demək ki, biz həmin alt standartı təlim nəticəsi kimi götürə bilərik. Yox, əgər alt standart mürəkkəbdirsə, şagird üçün başa düşülən deyilsə, çətinlik yaradacaqsa və onu birbaşa ölçmək çətinlik yaradırsa, bu zaman biz nə edirik? Məsələn, adi bir şey deyim, smart texnologiyasına əsasən alt standartdan təlim nəticələri çıxararaq biz təlimimizi qururuq. Təlim nəticəsi də nə idi? Təlim nəticəsi odur ki, təlimin sonunda şagird hansı bilik bacarıqlara sahib olacağını öncədən bilməlidir. Buna görə də təlim nəticəsini çıxarıb, təlimimizin məqsədini müəyyən edib, bunu təlimin əvvəlində şagirdlərə də elan edirik ki, onlar da hansı bilik bacarıqlara sahib olacağını öncədən bilsinlər. Keçid alırıq digər sualımıza. Təlim zamanı inteqrasiya hansı əhəmiyyəti daşıyır və siz bunu necə edirsiniz? İnteqrasiya deyəndə şagirdin mövzunu daha yaxşı anlaması, əlaqələndirməsi, hətta mövzunu daha dərindən başa düşüb, özü üçün müəyyən məqamlara sahib olmasına kömək edən bir məqam nəzərdə tutulur. İnteqrasiyanın da iki növünü müəllim reallaşdırır. Fən daxili və fənlər arası. Fən daxildə məsəl üçün iki istiqamətə bölürdü. Üfüqi və şaquli. Şaquli sinifdən sinifə, yəni əvvəlki siniflərə istinadən danışmaq, əvvəlki sinifləri xatırladıb yada salmaq idi. Üfüqi isə iki və ya daha artıq məzmun xəttləri arasında əlaqələnmə yaradırsa, demək ki, bu olurdu üfüqi inteqrasiya. Məsələn, mətni oxu, yadında qalanları yaz, daha sonra şifahi şəkildə bunu danış. Nə etdik? Oxu, yaz, danış. 3 dənə məzmun xətti əlaqələndi. Oldu fən daxili. Keçid alırıq digər sualımıza. Hansı qiymətləndirmələri reallaşdırırsınız? Biz bilirik ki, məktəb daxili qiymətləndirmə böyük bir əhəmiyyətə malikdir. Diaqnostik, formativ, summativ qiymətləndirmə. Elə sualın cavabında da bunları qeyd edirik. Və bildiririk ki, bunların hər birinə aid bir cümlə deməliyik. Dərsin əvvəlində şagirdlərin meyli marağını, ilkin bilik səviyyəsini, potensialını müəyyənləşdirməkdən ötəri diaqnostik qiymətləndirmə aparıram. Şagirdlərimin bütün xüsusiyyətlərini tam şəkildə görəndən sonra artıq planlaşdırmamı diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən qururam. Onları inkişaf etdirmək üçün formativdə müəyyən yolları seçəcəm. Formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir, uzun müddətli qiymətləndirmədir. Və bütün inkişafı təmin edən bir qiymətləndirmədir. Şagirdin bütün inkişafı, bütün səriştələrə malik olması, bütün bacarıqları əldə etməsi məhz formativdə baş tutur. Daha sonra isə summativdə də deyə bilərik ki, hər hansısa mövzu, bölmə sonunda, hətta belə deyək, yarım illərin sonunda müəyyən bilik bacarıqlara nə dərəcədə ümumi şəkildə mənimsədiyini ölçən, cəmləyici, kəmiyyətcə bir qiymətləndirmədir.
Mən sadə şəkildə deyirəm bunu. İstəmirəm kitab dilində, bunu qayda ilə deyim ki, çətinlik yaratsın. Sadə şəkildə deyirəm, yadınızda da qalsın, tam olaraq uzun müddətli yaddaşa ötürə biləsiniz. 4-cü sualımız belədir. Ümumi rubrikdən nə zaman istifadə edirsiniz? Biz bilirik ki, bizim rubriklərimiz iki cür olur. Bir olur ümumi rubrik, bir olur tapşırığa əsaslanan rubrik. Ümumi rubrik müxtəlif tapşırıqlar üçün nəzərdə tutulur. Təqdimat, tədqiqat işi, layihə işi və s. Və qiymətləndirmə zamanı biz ümumi rubrikdən istifadə edirik. Nəyə görə? Çünki burada artıq müəyyən bacarıqların ölçülməsi üçün meyarlar təyin edilib. Və həmçinin də, belə deyək, obyektiv və şəffaf şəkildə aparılmasına kömək edir. Amma tapşırığa əsaslanan rubrikdən söhbət gedirsə, bu zaman biz bir şey nəzərə almalıyıq ki, o yalnız bir dənə tapşırıq üçün istifadə olunur və digər tapşırıqlar üçün istifadə oluna bilməz. 2 dənə növü var rubrikin. Holistik sürətli, biz onu bütün meyarları eyni anda qiymətləndirmək üçün istifadə edirik. Bir də var analitik uzun müddətli, hansı ki, layihə işlərində daha çox istifadə olunur, çünki uzun müddətlidir, hər bir meyarı ayrı-ayrı qiymətləndirir. Rubriklər haqqında bir məlumat da verim ki, bəzən deyirlər, rubrik bəs özü nə deməkdir? Mən əvvəlki izahlarda demişəm, yenə də təkrarlayım sizə. Rubrik müəyyən meyarlara sahib olan, keyfiyyət səviyyələri ilə uyğunlaşdırılan qiymətləndirmə cədvəlidir. Meyarlar burada öz əksini tapır. Hansı meyarlara görə qiymətləndirəcəyik? Meyarlar da nədən götürülür, nədən çıxarılır? Təlim nəticəsindən. Nəyi öyrətmişəmsə, onu da ölçmək üçün meyarlar təyin edirəm. Keyfiyyət səviyyəsi çox yaxşı, yaxşı, kafi, qeyri-kafi və bunların hər ikisini birləşdirən meyarlara uyğun keyfiyyət səviyyəsi də 3-cü hissəsi olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, bəyənin və paylaşa bilərsiniz ki, digər müəllimlər də yararlansın və həmçinin də abunə olaraq bildirişlər ala bilərsiniz ki, təkrarən digər izahları dinləyə biləsiniz, yeni izahlar yükləndiyi sizə bildiriş gəlsin. Ödənişli dərslərimizə qeydiyyat davam edir və çalışırıq müəllimlərimiz üçün münasib edək, hər bir müəllim yararlana bilsin. Nə xoş bizə ki, bizə qoşulub uğur əldə edirsiniz və keçən ilin nəticələri ilə tanış olmaq istəyənlər, əvvəlki illərin nəticələrinə baxmaq istəyənlər də göstərilən nömrə ilə əlaqə saxlayıb həm təlimlər haqqında məlumat ala bilər, həmçinin də nəticələrlə tanış ola bilər. Və bir şey də bildirim ki, təlimə qoşulan müəllimlər hər bir materialla təmin olunur. Və həmçinin bildirim sizə ki, sual-cavab şəklində təşkil edilir, fərdi şəkildə də olur, qrup şəklində də olur. Əlbəttə ki, bu müəllimin öz istəyinə baxır. Hər birinizə uğurlar diləyirəm. Bizi izləməyi unutmayın.